Salam, mən Azərbaycan müəllimi Sevinç Nuriyeva. Bugün sizinlə keçəcəyimiz mövzu cümlənin məqsəd və ehtirasıya görə növləridir və sadə cümlənin növləri. Gəlin görə ümumiyyətlə biz cümlələri istifadə etdiyimiz zaman hansı məqsədimizdən istifadə edərək cümlələri yaradırıq. Deməli, biz bilirik ki, hər bir cümlə işlətdiyimiz zaman biz onu müəyyən bir məqsəd vasitəsilə işlədirik. Yəni bu məqsədləri çatdırmaq üçün təbii ki, bizim istifadə etdiyimiz cümlənin müəyyən məqsədlə ki, biz istifadə edirik. Təbii ki, burada intonasiyanın da öz böyük belə deyək rolu var. Bizdə məqsəd əsas, intonasiya isə vasitəçi bir rol oynayır. Məqsəd və intonasiyaya görə bir cümlənin növlərini bölürük 4 yerə. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi və nida cümləsi. Deməli, nəqli cümlə əşya, hadisə, əlamət haqqında məlumat vermə məqsədlə işlədilir. Siz nəqli cümlələrə adi tonla istifadə edirsiniz. Nəqli cümlələrin sonunda adətən nöqtə işarəsindən istifadə edirik və yadda saxlayın ki, nəqli cümlələri biz məqsəd və intonasiyaya görə başqa cümlələrdən daha çox istifadə edirik. Nəqli cümlələri biz həm ismi xəbərli, həm də fe'li xəbərli işlədə bilərik. Dedik ki, biz nəqli cümlələri müəyyən bir intonasiya ilə istifadə edirik. Cümlələr sizdə həm ismi xəbərli ola bilər, həm də fe'li xəbərli. Yadda saxlayın, ismi xəbərli olduğu zaman biz deyirik ki, cümləmizin xəbəri adlarla, yəni isim, yəni fe'ldən başqa digər nitq hissələri, söz birləşmələri mürəkkəb adlarla ifadə oluna bilər. Fe'li xəbərli olması üçün isə biz deyirik ki, fe'li xəbərimiz necə yaranırdı? Təbii ki, fe'lin şəkillər vasitəsilə. Əmr, arzu, xəbər, vacib, lazım, şərt. Bir məqama diqqət yetirək ki, nəqli cümlə sizdə fe'li xəbərli olduğu zaman yalnız sizdə cümlənin xəbərini siz əmr şəklində istifadə edə bilmərsiniz. Yəni fe'li xəbərli istənilən cümləni siz nəqli cümlə hesab edə bilmərsiniz. Çünki fe'li xəbərli dediyimiz zaman orada əmr belə deyək şəklində ifadə olunmuş sözlə də ifadə oluna bilər. Bu zaman əgər ki bizim cümləmizin xəbəri fe'li xəbərli olub əmr şəklində ifadə olunarsa, biz həmin cümlələrə nəqli cümlə deyil, nə deyirik? Əmr cümləsi. Yadda saxlayın ki, heç vaxt əmr şəklində ola bilməz. Məsələn, gəlin nəqli cümləyə sual yazaq. Deməli, kitablar stolun üstündədir. Baxın, fikir verirsə burada cümləmizin xəbəri nə ilə ifadə olunur? Üçüncü növ təyin söz birləşməsi, yəni belə deyək sizdə adlarla ifadə olundu. Bəs fe'li xəbərli olduğu zaman necə deyə bilərik? Göydə güclü ildırım çaxırdı. Baxın, fikir verirsə burada çaxırdı sözündə sizdə hansı şəkildə? Təbii ki, xəbər şəklidir. Çünki biz sizə demişdik ki, bir sözdə ki bizdə zaman şəkilsi varsa, o sizdə nədir? Təbii ki, xəbər şəklindədir. Bizim çaxırdı sözümüz indiki zamandadır və xəbər şəklindədir və cümlənin sonunda da mən gəlib nöqtə işarəsini istifadə edib adi intonasiya ilə cümləni tələffüz edən adi tonla tələffüz edirəmsə, bu cümlə məndə nə alacaq? Nəqli cümlə. Gəlin görək sual cümləsi nədir? Sual vermək, məlumat almaq və yaxud da verilmiş məlumatı dəqiqləşdirmək üçün işlədilən cümlələrə deyirik sual cümləsi. Sual cümlələri bizdə yaranır 3 yolla. Deməli, birinci yol bizdə sual əvəzliyi adlanır. Çünki biz deyirik ki, bütün nitq hissələrinin sualları sizdə sual əvəzliyidir. Və sual əvəzli olan cümlədə sizdə sual intonasiyası, yəni sual cümləsi əmələ gələ bilər. Məsələn, sən neçə aldın? Baxın, buradakı neçə söz sizdə sual əvəzliyidir və fikir verdiyinizə görə nə yaradıb sizdə? Sual cümləsi. Yadda saxlayın, sual cümlələrinin sonunda sizdə sual durğu işarəsindən istifadə olunacaq. İkinci yol bizdə nədir? İkinci yol bizdə yaranır sual ədatlarının vasitəsilə. Biz bilirik ki, sual ədatları bəs, yəni, məgər, ki, bunlar sizdə nədir? Deməli, və M+4 şəkilləşmiş M+4 ədatı var ki, bu da sizdə nədir? Sual ədatıdır. Burada qeyd edəcəyim sual ədatları vasitəsilə yaranan cümlələrə deyirik sual cümlələri. Məsələn, bəs onun bundan xəbəri var. Xəbəri varmı deyək bunu? Varmı? Baxın, gördüyünüz kimi burada nədir sizdə? Sual ədatları işlənib və sual cümləsi yaranıb. Sonuncu, belə deyək, yaranma yolu isə sizdə nədir? Sual intonasiyası. Baxın, biz cümlənin sizə növlərini böldüyümüz zaman deyirik ki, məqsəd və intonasiyaya görə yaranır. Baxın, nəqli cümləni dediyimiz zaman adi tonla, yəni adi bir intonasiya ilə tələffüz edirik.
Sual cümləsində sual intonasiyası əmələ gəlir. Yadda saxlayın, sual intonasiyası əmələ gələn cümlələrdə sual əvəziləri və sual ədatlarının iştirakı olmadan qurulur. Məsələn, sən dərsi oxumusan. Baxın, elə mənim intonasiyamdan da gördüyünüz kimi burada nə edirəm mən? Sən dərsi oxumusan, sual intonasiyasından istifadə edirəm. Bu cümlədə nə sual ədatı, ya da sual əvəzinə yer verilmir. Ola bilər ki, bizdə elə cümlələr var ki, sual cümləsində burada qeyd etdiyim hər üç vasitə ilə sizdə sual cümləsi yaransın. Yəni həmin cümlədə həm sual əvəzliyi, sual ədatı və sual intonasiyası işləmiş olsun. Siz bu tipli cümlələrə ki, hər üç vasitənin iştirak etdiyi cümlələrə deyəcəksiniz kompleks sual cümlələri. Yəni burada hər üçü iştirak edir. Məsələn, bəs kim dərsi yazmalıdır? Baxın, burada gördüyünüz kimi bəs sual ədatı, kim sual əvəzliyi və yadda saxlayın, sual intonasiyası, yəni hansı ki sizdə sual cümləsi yaranır, həmin cümlələrdə onsuz da o intonasiya özünü göstərməlidir. Məsələn, siz nəqli cümlədə işlətdiyiniz zaman, təbii ki, orada nəqli intonasiyadan istifadə edirsiniz, yəni adi tonla tələffüz edirsiniz. Gəlib deyirsiniz ki, burada məsələn, düz variantları sizə desə ki, bu cümlənin hansı vasitə ilə əmələ gəlib, deyirsiniz sual, deməli, ədatı, sual əvəzliyi və sual intonasiyası. Çünki siz onu intonasiyanı orada istifadə etməlisiniz mütləq. Daha sonra, bəzən elə ola bilər ki, cümlədə sual əvəzliyi işlənsin. Amma həmin cümlədə sual intonasiyası əmələ gəlməsin. Bu nə zaman mümkün olacaq? İki halda mümkün olur. Birinci hal odur ki, tabiri mürəkkəb cümlədə sual əvəzliyi, biz sizinlə keçəcəyik ki, sual əvəzliyi biz tabiri mürəkkəb cümlədə bağlayıcı söz deyirik. Tabiri mürəkkəb cümlədə sual əvəzliyi bağlayıcı söz vəzifəsində işlənir və orada sual cümləsi əmələ gəlmir. Məsələn, kim istəsə, o da oxusun. Baxın, burada fikir verirsə sizdə kim sual əvəzi işlərir. Amma cümləmizə fikir versəniz, cümləmiz nədir? Sual cümləsi deyil. Yəni, cümləmizdə nədir? Sual intonasiyası əmələ gəlmir. Bu birinci haldır. Bəs ikinci hal necədir? Sual əvəzli işləmiş sadə cümlədə siz gəlib cümləyə təsdiq və inkar ədatları ilə cavab verə bilirsinizsə, bu zaman sizdə sual əvəzli, sual intonasiyası əmələ gətirilmir. Məsələn, Əlinin hara getdiyini bilirsən? Baxın, gördüyünüz kimi bu cümlədə sual əvəzli işlənir. Mən gəlib bu sadə cümləyə, təbii ki, söhbət sadə cümlədən gedir. Təsdiq və inkar ədətinə cavab verəcəm. Cavab verə bildiyim halda buradakı hara sözü sizdə sual intonasiyası əmələ gətirmiş olmur. Hara getdiyini bilirsən, deyirəm hə və yaxud da yox. Fikir verirsə, mən təsdiq inkar ədatindən istifadə edim. Cavab vermək üçün. Deməli, burada işləmiş hara sual əvəzi, sual intonasiyası əmələ gətirmiş olur. Bəs sizdən soruşsa ki, bu tipli cümlənin hansı vasitə ilə əmələ gəlir? Təbii ki, burada deyəcəksiniz ki, sual intonasiyası. Çünki hara sözü sizdə sual cümləsinin yaranmasına iştirak etməyib. Yəni bu sual intonasiyasını siz hara vasitəsilə əmələ gətirməmisiniz. Sual ədatı da olmadığına görə nə deyəcəksiniz burada? Sual intonasiyası. Yadınızda qalsın. Daha sonra əmr cümlələri nədir sizdə? Deməli, əmr, istək, xahiş, təklif, nəsihət, məsləhət və s. bildirən cümlələrə biz deyirik əmr cümlələri. Əmr cümlələrinin xəbəri bir qayda olaraq hər zaman feilin əmr şəklində olan sözlə ifadə olunacaq. Məsələn, sən əlini qoru. İnsanları sev. Ki verirsinizsə, bizim burada qeyd etdiyimiz cümlələrin xəbəri nədir sizdə? Feilin əmr şəklindədir. Deməli, burada nədir sizdə? Bu cümlələri deyirik əmr cümləsi. Əmr cümləsinin də sonunda siz nə işarəsindən istifadə edirsiniz? Nöqtə işarəsindən. Yəni, nəqli cümlə ilə bu çox zaman qarışdırılır, sonunda nöqtə işarəsi olmağına görə. Amma bir məqama diqqət edin. Nəqli cümlənin xəbəri sizdə əmr şəklində ola bilməz. Əmr cümləsinin xəbəri isə bir qayda olaraq sizdə nədir? Əmr şəklində ifadə olunmuş sözlə ifadə olunur. Əmr ədatları da sizdə əmr cümləsinin qurulmasına iştirak edir. Çünki biz ədatları keçmişik ki, bizdə əmr ədatı var. Qoy, tez gəlsin. Baxın, buradakı qoy sözü sizdə ədatdır. Deyir, tez evə get. Deməli, buradakı məsələn deyir sizdə əmr ədatı.
Dediyimiz kimi əmr cümləsinin sonunda sizdə əmr nöqtə işarəsindən istifadə olunmuş olacaq. Daha sonra nida cümləsi nədir? Yüksək hiss və həyəcanla deyilən cümlələrə siz deyirsiniz nida cümləsi. Nəqli, sual və əmr cümlələri sizdə yüksək hiss və həyəcanla, yəni yüksək intonasiyası ilə deyilərsə, təbii ki, həmin cümlələr sizdə çevriləcək nida cümləsidir. Yadınızda qalsın. Baxın, biz nida cümləsinin sonunda nida işarəsindən istifadə edirik. Və nida cümlələrinin yaranma yolu iki yolla yaranır. Bir, deyirik nida intonasiyası. Bir də yaranır sizdə nidaların köməyi ilə. Nidalar vasitəsilə. Məsələn, birinci cümləyi yazıram ki, tutalım. Necə gözəldir. Tutalım. Baxın, xüsusi hiss həyəcanla dedim. Cümlənin sonuna nə qoydum? Nida işarəsi qoydum. Nida cümləsidir. Bəs nidaların köməyi ilə necə yaranır? Tutalım. Ax, necə kef çəkməli? Əyyam idi. Tutalım. Baxın. Buradakı ağ söz sizdə nədir? Nida işarəsinə qoyaq cümlənin sonunda. Burada tam düşmədi. Nida işarəsinə qoyaq. Bu sizdə nədir? Təbii ki, nida cümləsidir. Burada nədən istifadə olunur? Nidalardan istifadə olunsa, bu sizdə nədir? Nida cümləsidir. Bəs sizdə belə bir fikir ortaya çıxır. Bütün cümlələrdə ki, nida işlənir. Bütün yəni nida işlənmiş cümlələrə siz nida cümləsi deyirsinizmi? Təbii ki, xeyr. Ola bilər cümləmiz sual cümləsi olsun, nəqli cümlə olsun, əmr cümləsi olsun, amma həmin cümlədə nida işlənsin. Bu nidaların, ümumiyyətlə cümlədə nidanın işlənməsi həmin cümlənin nida cümləsi olmasına zərurət yaratmır. Nida cümləsinin sonunda siz gəlib nida işarəsindən istifadə etmiş olacaqsınız, yanınızda qalsın. Və bizdə belə bir cümlələr var, tutalım. Mən yazıram ki, bura necə gözəldir. Nida işarəsi və sual. Gəlib belə bir, belə deyim də, formada cümlə quruluşu görsəniz, sizdən cümlənin hansı, belə deyək də, məqsəd intonasiyaya görə növünü soruşsa, siz nə deyəcəksiniz? Bəzən çaşıb tələbələr bunu nida cümləsi hesab edirlər. Amma səhvdir. Baxın, sonuncu sizdə hansı durğu işarəsi gəlirsə, siz həmin durğu işarəsinə əsasən cümlənin növünü müəyyən etmiş olacaqsınız. Yadınızda qalsın. Daha sonra, gəlin görək sadə cümlənin hansı növləri var. Biz çünki dedik ki, sadə cümlənin məqsəd intonasiyaya görə növündən danışdıq. İndi sadə cümlənin şəxsə görə növlərindən danışaq. Biz sintaks bölməsində şəxs dedikdə nəzərdə tutuluq deməli mübtəda. Bəzən ümumiyyətlə deməli bu çox səhv başa düşülür. Niyə? Çünki nə edirlər? İşi hər zaman icra edən şəxsə baxırlar ki, əgər ki, işi kimsə görübsə, bizdə həmin cümlənin mübtədası həmin o işi icra etmiş şəxsdir. Səhvdir. Şəxs bərabərdir mübtəda. Yəni bu şəxs sizdə canlı da ola bilər, cansız da ola bilər. Sadə cümlənin şəxsə görə növləri bizdə mübtəda və xəbər əsasında formalaşır və iki yerə bölünür. Xəbər əsasında formalaşanlar, deməli. Bir də var sizdə, deməli, mübtəda əsasında formalaşan cümlələr. Xəbər əsasında formalaşanlar 4 dənədir. Müəyyən şəxsli, daha sonra qeyri-müəyyən şəxsli, ümumi şəxsli və şəxsi cümlə. Mübtəda əsasında formalaşan isə bizdə nədir? Yalnız adlıq cümlə. Gəlin görək bunlar nədir? Birinci danışaq sizinlə müəyyən şəxsi cümlədən görək hansı belə deyək funksiyalar var. Müəyyən şəxsi cümlələrdə mübtədası və xəbəri iştirak edən cümlələrə deyirik müəyyən şəxsi cümlələr. Məsələn, həyat gözəldir. Bura adını yazaq. Deməli, müəyyən şəxs. Aha. Həyat gözəldir. Baxın, verilmiş cümlənin həm mübtədası var, həm xəbəri var. Deməli, bu cümləyə nə deyəcəksiniz? Siz təbii ki, müəyyən şəxsi cümlə. Bəs elə cümlələr var ki, bizdə işlənir müəyyən şəxsi cümlələr. Həmin cümlənin sizdə mübtədası yoxdur. Mübtədası olmasa da, siz həmin cümləni xəbərdəki şəxs sonluğuna görə bərpa edə bilərsiniz. Məsələn, evə gedirəm. Baxın, siz buradakı cümlənin xəbərində işləmiş şəxs sonluğuna əsasən, cümlənin mübtədasını siz bura bərpa edə bilərsiniz. Evə kim gedir? Mən. Gördünüz, mən
mübtədasını siz cümləyə bərpa edə bildiniz. Yadda saxlayın. Bütün mübtədası ixtisar olunmuş cümlələrə siz mübtədanı bərpa eləyib müəyyən şəxsi deyə bilmərsiniz. Hansı şəxsləri bərpa edə bilərsiniz? Birinci şəxsin təkini cəmni, ikinci şəxsin təkini cəmni və üçüncü şəxsin təkini. Baxın, sizin əgər cümlədə mübtədanız buraxılıbsa, siz xəbərə əsasən hansı şəxs olan mübtədaları bərpa edə bilərsiniz? Birinci və ikinci şəxsin, deməli, təkini və cəmini, üçüncü şəxsin isə yalnız təkini bərpa edə bilərsiniz. Yadınıza qalsın. Bu tipli cümlələr olacaq sizdə müəyyən şəxsi cümlələr. Tutalım. Mənə çay gətirdi. Bax, verilmiş cümlədə gətirdi kim? Təbii ki, o. Mübtəda buraxılıb. Və mən bura nə edim? Üçüncü şəxsin təkini bərpa elədim. Deməli, məndə nədir? Müəyyən şəxsi cümlə. Mübtədası olan bütün cümlələr onsuz da müəyyən şəxsidir. Amma elə müəyyən şəxsi cümlə var ki, mübtədası buraxılır. Siz də həmin mübtədanı nə edirsiniz? Xəbərdəki şəxs sonluğunu əsasən bərpa edə bilərsiniz. Yəni, birinci və ikinci şəxsin təki cəmi, üçüncü şəxsin isə yalnız təkini bərpa edə bilərsiniz. Yanınızda qalsın. Daha sonra, müəyyən şəxsi cümlələrdə siz cümləni həm ismi xəbərli, həm də fe'li xəbərli işlədə bilərsiniz. Məsələn, həyat gözəldir. Cümləmiz nədir? Sizdə ismi xəbərli. Evə gedirəm. Cümləmiz nədir? Fe'li xəbərli cümlədir. Yanınızda qalsın. Və biz sadə cümlələrə belə deyirik ki, sadə cümlələr sizdə bölünə bilər iki yerə. Yəni, ikinci dərəcəli üzvlərin iştirakına görə bölünsün iki yerə. Müxtəsər və geniş. Müxtəsər cümlələr nədir? Geniş cümlə nədir? Baxın, müxtəsər cümlə ikinci dərəcəli üzvün iştirak etmədiyi cümlələrdir. Məsələn, həyat gözəldir cümləsi sizdə nədir? Müxtəsərdir. Çünki baş üzvlər var. Burada ikinci dərəcəli üzvünüz yoxdur. Bir cümlədə ki, sizdə ikinci dərəcəli üzv yoxdur, o cümlə sizdə nədir? Təbii ki, buna deyirsiniz müxtəsər cümlə. İkinci dərəcəli üzvlərin ən azı birinin belə iştirak etdiyi cümlələrə isə deyirsiniz geniş cümlələr. Məsələn, evə gedirəm. Cümlədə var sizdə zərfli və deməli xəbər. Burada mən təxəyyülümdə əlavə eləmişəm. Cümlə sizdə necə cümlədir? Təbii ki, geniş cümləyə nümunədir. Yanınızda qalsın. Baxın, burada dediyim müxtəsər və geniş tipli cümlələri siz bütün sadə cümlələrə aid edə bilərsiniz. Yəni, burada qeydlədim, qeyri-müəyyən, ümumi, şəxsi və adlı cümlələr də müxtəsər və geniş ola bilər. Yalnız, belə deyəndə, baş üzvlərin birinin belə ola bilər ki, biri iştirak eləsin və yaxud da hər ikisi iştirak eləsin. Əgər həmin cümlədə ikinci dərəcəli üzv yoxsa müxtəsərdir, bir dənə belə olsa ikinci dərəcəli üzv varsa, o cümlələr sizdə nədir? Geniş cümlələrdir. Daha sonra, keçək sizinlə qeyri-müəyyən şəxsi cümlələrə. Görək qeyri-müəyyən şəxsi cümlələr nədir? Baxın, hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən cümlələrə deyirik qeyri-müəyyən şəxsi cümlələr. Qeyri-müəyyən şəxsi cümlə xəbər əsasına formalaşır, mübtədası olmur. Belə cümlələrin xəbəri sizdə işlənilir üçüncü şəxsin cəmində. Yanınızda qalsın. Məsələn, yarış keçirdilər. Daha sonra ola bilər ki, cümləmiz yazaq bizə, deməli, onu yuxudan oyatdılar. Baxın, verilmiş cümlələrimiz bizdə nədir? Xəbəri üçüncü şəxsin, deməli, cəmindədir. Mübtədası yoxdur. Biz bu tipli cümlələrə deyirik qeyri-müəyyən şəxsi cümlələr. Bəzən bunu belə deyim, necə başa düşürlər? Deyirlər ki, biz burada mübtəda bərpa edə bilirik. Məsələn, yarış keçirdilər ki, mən təxəyyülümdə bərpa edirəm bura onlar. Deməli, bərpa edirəmsə müəyyəndir, səhvdir. Niyə? Çünki biz müəyyən şəxsi cümlələrdə işin icraçısının kim olduğunu bilirik. Mən, sən, o, biz, siz bilirik. Amma burada qeyri-müəyyən şəxsi dediyimizdə isə buraya bərpa etdiyimiz mübtəda sizdə təxəyyülümüzdə onlardırsa, bu artıq bizdə qeyri-müəyyən şəxsi cümlədir. Bəs bizdə belə bir sual ortaya çıxır. Bütün xəbəri üçüncü şəxsin cəmində olan cümlələr qeyri-müəyyən şəxsi cümlədir. Təbii ki, xeyr. Məsələn, gəlin cümlə yazaq. Gəldilər. Bir də yazıram bura. Onlar gəldilər. Baxın. Cümlənin strukturuna fikir versəniz, birinci cümləmiz bizdə yalnız xəbərdən ibarətdir. Mübtədası yoxdur. İkinci cümləmiz isə bizdə nədir? Deməli, cümlənin mübtədası var. Baxın. Cümləmizin xəbəri bizdə üçüncü şəxsin cəmi ilə ifadə olunarsa və həmin cümlədə mübtəda olmazsa
Və mən ora təxəyyülümdə, baxın bura mötərizədə yazıram bunu. Deməli, təxəyyülümdə onlar sözünü bərpa eləyirəmsə, bu məndə olacaq nə? Qeyri-müəyyən şəxsli cümlə. Yadınızda qalsın. Amma ikinci cümləyə baxsanız, biz müəyyən şəxsi cümlələrdən danışanda dedik ki, mübtədası olan bütün cümlələr sizdə nədir? Müəyyən şəxsi cümlə. İkinci cümlədə xəbəri üçüncü şəxsin cəmində ifadə olunmasına baxmayaraq, cümlənin mübtədasının onlar olmasına baxmayaraq, siz cümlədə mübtəda var deyə deyirsiniz, bu nədir sizdə? Müəyyən şəxsli cümlə. Yadınızda qalsın. Baxın, birinci cümlədə mən təxəyyülümdə onları artırdım. Amma ikinci cümlədə isə cümlənin mübtədası mənə özü olaraq, fakt olaraq cümlədə mən onu görürəm. Yəni, özüm bərpa etməmişəm. Cümlədə hazır şəkildə mən mübtədanı görürəmsə, bu cümlələr sizdə nədir? Müəyyən şəxsi cümlə. Yadınızda qalsın. Qeyri-müəyyən şəxsi cümlələrdə çox zaman elə bil ki, sanki, deyəsən, güya ki və s. belə deyim də, modal sözlərdən istifadə edə bilərsiniz. Məsələn, buradakı cümləyə diqqət eləsək, elə bil onu yuxudan oyatdılar. Fikir versəniz, qeyri-müəyyən şəxsi cümlələrdə burada qeyd elədiyim modal sözlərdən istifadə edə bilərsiniz. Yadınızda qalsın. Daha sonra, bu qeyri-müəyyən şəxsi cümlələr haqqında ümumi şəxsi cümlələr nədir? Ümumi. Baxın, qeyri-müəyyən də sizdə həm geniş, həm müxtəsər ola bilər. Məsələn, gəldilər, onlar gəldilər. Bu sizdə müxtəsər, gəldilər sizdə qeyri-müəyyəndir, müxtəsərdir. Tutalım ki, onu yuxudan oyatdılar. Bu sizdə nədir? Deməli, geniş cümlədir. Ümumi şəxsi cümlə nədir? Hərəkət və hökmün hamıya aid olduğunu bildirən sadə cümlələrə deyirik ümumi şəxsi cümlələr. Ümumi şəxsi cümlələr də sizdə xəbər əsasına formalaşır və mübtədası olmur. Ümumi şəxsi cümlənin xəbəri sizdə olacaq deməli. İkinci şəxsin təkid, üçüncü şəxsin cəmində. Yadınızda qalsın. Məsələn, dedik ki, hərəkət və hökm hamıya aid olduğunu bildirir. Əsasən, baxın, hər zaman demirəm, əsasən ümumi şəxsi cümlələr atalar sözləri, məsələlər, hikmətli sözlər, aforizmlər vasitəsilə, deməli, ifadə olunmuş cümlələrə ümumi şəxsi cümlə deyə bilərsiniz. Çünki bu tipli cümlələrdə sizdə ifadə olunmuş hərəkət, hökm hamıya aid olur. Məsələn, deməli, dostu dar gündə tanıyarlar. Baxın, verilmiş bu cümlə sizdə nədir? Deməli, ümumi şəxsi cümlədir. Yanınızda qalsın ki, məsələn, gördüyünüz kimi cümləmizin xəbəri nədir? Üçüncü şəxsin cəmində. Verilmiş hərəkət və hökm kimə aiddir? Hamıya aiddir. Cümləmizin mübtədası yoxdur. Bu tipli cümlələr sizə nədir? Ümumi şəxsi cümlələr. Məsələn, belə cümlələriniz var. Meşədə və yaxud da belə deyim də, küçədə addımbaşı maşına rast gəlirsən. Və yaxud da küçədə addımbaşı böyük tikiliyə rast gəlirsən. Məsələn, belə cümlələr sizdə olur nə? Ümumi şəxsi cümlələr. Çünki biz dedik ki, məsələn, fikir versiz cümləmizin xəbəri nədir? Gəlirsən. İkinci şəxsin təkidi. Bəzən deyirlər ki, biz axı buna müəyyən şəxsi deyə bilərik. Mən orada ikinci şəxsə görə sən mübtədasını bərpa edə bilirəm. Səhvdir. Düzdür, qrammatik cəhətdən siz ora səni əlavə edə bilirsiniz. Amma fikir vermək lazımdır ki, burada ifadə olunmuş fikir, məsələn, küçədə addımbaşı maşına rast gəlirsən. Bunu təkcə mən rast gəlmirəm və yaxud təkcə sən rast gəlmirsən. Küçəyə çıxan bu dəqiqə istənilən bir insan, yəni hamı küçədə nə edir? Maşına, yəni avtomobilə, böyük tikiliyə rast gələ bilər. Verilən bu ifadəmiz, cümləmiz hamıya aid olduğuna görə, yəni hərəkət və yaxud da hökm hamıya aid olduğuna görə ümumi şəxs cümlə olacaq. Yanınızda qalsın ki, deməli, çox zaman ümumi şəxs ilə qeyri-müəyyən qarışdırılır. Niyə? Qeyri-müəyyən şəxsi cümlələrdə çoxluq bir işi görürsə, ümumi şəxs cümlələrdə isə bir iş hamıya aid olacaq. Məsələn, gəlin cümləmizi, dediyimiz cümləni yazaq. Onu səhər 6-da deməli, məktəbə çağırdılar. Deməli, bir də məsələn, dostu dar günə tanıyarlar. Bu cümləyə baxaq. Məsələn, baxın, burada qeyd etdiyimiz birinci cümlə, ikinci cümlə.
Birinci cümləmiz bizdə ümumi şəxsi cümlədir. Çünki deyirəm ki, dostu dar gündə tanıyarlar cümləsində burada bir nəfərdən yox, burada hamıdan tələb olunur bunu eləmək. Yəni hamı dostu dar gündə tanıyar. Burada ifadə olmuş verilən fikir hamıya aiddir. Amma onu səhər saat 6-da məktəbə çağırdılar deyəndə, burada bir işi, yəni bu çağırmaq işini siz bir şəxsə yox, bir qrup şəxs icra edir. Bir qrup şəxs icra elədiyinə görə, yəni hamı yox, bir qrup şəxs icra etdiyinə görə bu tipli cümlə olacaq sizə nə? Qeyri-müəyyən şəxsi cümlə. Yadınızda qalsın. Ümumi şəxsi cümlələr də sizdə geniş və müxtəsər ola bilər. Geniş cümlənin tərkibində sizdə olacaq nə? İkinci dərəcəli üzvlər. Müxtəsər cümlələrdə isə sizdə ola biləcək nə? Ümumi şəxsi cümlədə bilirsiniz də, mübtəda işlənmir. Yalnız xəbərdən istifadə oluna bilər. Yadınızda qalsın. Daha sonra gəlin görək şəxsi cümlə nədir? Deməli, baxın, adından da göründüyü kimi siz şəxsi cümlə deyəndə nəyi nəzərdə tutursunuz? Çünki biz dərsi başlayanda dedik ki, şəxs deyəndə nə nəzərdə tutur? Mübtəda. Bax, şəxsiz cümlə deyəndə yəni mübtədasız cümlədir. İndi gəlin görək şəxsi cümləyə tərif verir. Mübtədası olmayan, təsəvvür olunması da qeyri-mümkün olan sadə cümlələr adlanır bizdə şəxsi cümlələr. Şəxsi cümlələr də sizdə xəbər əsasında formalaşır və mübtədası olmur. Xəbəri sizdə olacaq üçüncü şəxsin, deməli, təkində. Şəxsi cümlələrin siz xəbərini ifadə vasitəsinə görə bölürsünüz iki yerə. Ola bilər şəxsi cümlələr sizdə həm ismi xəbərli olsun, həm feili xəbərli. Məsələn, ismi xəbərli olanda deyirəm ki, səhərdir. Və yaxud da deyirəm ki, çox tezdir. Fikir verirsinizsə, burada qeyd etdiyim cümlələrin xəbəri yoxdur. Bərpa eləmək mümkün deyil. Nədir? İsmi xəbərli cümlələrdir. İkinci ifadə vasitəsi necə ola bilər? Feili xəbərli şəxsi cümlələr ola bilər. Belə cümlələri bir qaydalaraq siz böləcəksiniz iki yerə. Yəni xəbər ola bilər ki, şəxsiz feillərlə ifadə olunsun. Bir də ola bilər ki, xəbər frazoloji birləşmələrlə ifadə olunsun. Məsələn, sənədlərə baxıldı. Əslində sizin şəxsiz feillər haqqında məlumatınız var. Çünki biz bilirik ki, şəxsiz feillər feilin qrammatik məna növüdür. Il, ın və n şəkilləri vasitəsilə düzəlir. Eyni feilləri siz gəlib şəxsiz cümlədə istifadə edə bilərsiniz. Sənədlərə baxıldı. Fikir verirsiniz. Şəxsiz feillə ifadə olunub. Cümləmizin xəbəri şəxsiz cümlədir. Cümlə sizdə nədir? Geniş cümlədir. Çünki ikinci dərəcəli üzv iştirak edir. Və yaxud da xəbəri frazoloji birləşmə ilə ifadə oluna bilən şəxsiz cümlələr ola bilər. Məsələn, mənim üzr istəyirəm. Deməli, mənim ondan xoşum gəlir. Baxın. Xoşu gəlmə ifadəsi sizdə frazoloji birləşmədir. Parçalamırsınız bir yerdə istifadə olunur. Yəni bir yerdə sintaqi təhlil olunur. Mənim xoşum da sizdə nədir? Sizdə üçüncü növ təyin sözü birləşməsinin əsas tərəfidir də bu xoş sözü. Mənim xoşumun əsas tərəfidir. Bilirsiniz ki, üçüncü növ təyin sözü birləşməsi də parçalanmır. Mənim xoşum gəlir sizdə bir yerdə istifadə olunur. Xəbəri frazoloji birləşmə ilə ifadə olunan şəxsi cümlədir. Və yaxud da ondan zəhləm gedir. Baxın. Zəhləm getdi, zəhləsi getməyən frazoloji birləşmədir. Kimdən, ondan geniş cümlə oldu. Xəbəri nə ilə? Frazoloji birləşmə ilə ifadə olundu. Yalnızda qalsın. Dediyim kimi, şəxsiz cümlələrə siz mübtəda artıra bilmirsiniz və heç bir zaman da mübtədası olmur. Xəbər əsasında formalaşan cümlələrlə danışıq qurtardıq. İndi keçək mübtəda əsasında formalaşan cümlələrə. Baxın, mübtəda əsasında formalaşan cümlələr bizdə adlıq cümlədir. Əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verilən cümlələr sizdə nə adlanır? Adlıq cümlə. Yəni sadəcə siz məlumat verirsiniz. Adlıq cümlələrin xəbəri olmur. Bəzən testlərdə sizə verəcəklər ki, tutalım, adlıq cümlənin xəbəri ismi xəbərlidir, feili xəbərlidir, səhvdir. Ümumiyyətlə, adlıq cümlədə feil anlayışı yoxdur. Yoxdursa, siz həmin cümlələrin feili və yaxud ismi xəbərli olmasına danışa bilmərsiniz. Bunlar yalnız və yalnız mübtəda əsasında formalaşır. Yəni, xəbəri olmur. Bəs biz adlıq cümlələrdən nə üçün istifadə edirik? Baxın, bədii əsərlərdə, məsələn, xüsusən də bu dram əsərlərində olur ki, dram əsərlərinin remarkalarında və yaxud da publisik əsərlərdə siz nə edə bilərsiniz? Adlıq cümlədən istifadə edə bilərsiniz.
Məsələn, hər hansısa bir əsərini tutalım ki, Anamın Kitabı əsərinin əvvəlinə fikir versəniz, 1863-cü il Təşlə Muğanlı obası və yaxud da Məmməd Ağanın evi, Rüstəm bəyin oturacağı. Fikir verirsiniz, bunlar sizə nədir? Remarkadır. Həmin o dram əsərlərinin remarkasında siz adlı cümlədən istifadə edirsiniz. Adlı cümlələr sizdə olur müxtəsər və geniş. Müxtəsər və geniş haqqında bildiyi məlumatımız var. Deməli, məsələn, ilin əvvəlləri. Bu sizdə müxtəsərdir. Yalnız mübtədanın ibarətdir. Və yaxud da yanvar ayı olsun, Novruzun ilk çərşənbəsi müxtəsər cümlələrdir. Çünki mübtədadır. Və geniş adlı cümlə necə olur? Gözəl bir qış səhəri. Baxın, qış səhəri sizdə nədir? Deməli, cümləmizin mübtədası bir, cümləmizin ədatıdır. Gözəl bizdə təyindir. Artıq bu sizdə nədir? Geniş cümlədir. Yadınıza qalsın. Dedik ki, adlı cümlənin xəbəri olmur. Yalnız mübtəda əsasda formalaşır. Dram əsərlərinin remarkana istifadə oluna bilər. Geniş və müxtəsər olur. Yəni, bu qədər sadə. Bir də biz cümlədən danışanda bizdə cümlənin başqa bir növü də var. Biz bu tipli cümlələrə deyirik sizinlə söz cümlə. Nə kimi funksiyası var? Baxın, sadə cümlələr sizdə sintaktik cəhətdən bölünür iki yerə. Üzvlənən cümlə, üzvlənməyən cümlə. Üzvlənən cümlələr sizdə sintaktik təhlil olunan cümlələrdir. Bir də var sizdə üzvlənməyən cümlələr. Yəni siz onlara sintaktik təhlil eləmirsiniz. Yəni cümlə üzvləri olmur. İndiyə qədər öyrəndiyimiz sadə cümlələri biz deyirik üzvlənən cümlələrdir. Yəni həmin cümlələrdə təhlil edib, belə deyək də cümlə üzvlərini ayıra bilirsiniz. Yəni bizdə dildə daha çox istifadə olunur belə üzvlənən cümlələr. Bir də var sizdə dildə üzvlənməyən cümlələr. Həmin üzvlənməyən cümlələr nədir sizdə? Yəni siz onları cümlə üzvlərinə ayıra bilmirsiniz. Üzvlənməyən cümlələrə biz deyirik söz cümlə. Söz cümlədə hansı belə deyək nitq hissələrindən istifadə edirsiniz? İstifadə edəcəksiniz burada deməli təsdiq və inkar ədatlarından qeyd edək bura. Daha sonra bəzi modal sözlər sizdə söz cümlə əmələ gətirir və nidalar. Baxın, məsələn, gəlin söz cümləyə nümunə yazaq bura. Deməli, Elnuru yaxşı tanıyırsan. Baxın, bu bizdə cümləmizdir. İndi mən bura qeyd edəcəyim cavab, məsələn, deyirəm ki, yox. Və yaxud da deyirəm ki, hə. Və yaxud da əsla. Bunlar sizdə nədir? Təbii ki, təsdiq inkar ədatlarıdır. Söz cümlə olmuş olur. Baxın, söz cümlə hissəsi, baxın, bunlardır. Üzvlənməyən hissəsi söz cümlədir. Məsələn, modal sözlər, belə deyim, cümlə yazaq, söz cümlə. Dərsləri bitirdimi? Modal sözlə cavab verirəm, deyirəm, əlbəttə. Gördünüz mü? Nidalarla cavab verək. O günləri xatırlayırsanmı? Deməli, deyirəm ki, məsələn, təəssüflənirəm, deyirəm, Gördüyünüz kimi nədir sizdə? Nidalar da cavab verə bildim burada. Bir də ola bilər ki, siz söz cümlədə üzvlənən cümlə bedimdə cümlə üzrə istifadə edə bilərsiniz. Məsələn, dərslərini bitirdimi? Deyirəm ki, əlbəttə bitirdim. Artıq gəlib burada əlbəttə bitirdim hissəsinə söz cümlə demirsiniz. Niyə? Çünki biz dedik ki, bizdə söz cümlə nədir? Üzvlənməyən. Yəni siz orada sintaktik təhlil etmirsiniz. Amma əlbəttə bitirdim cümləsində, bəli, bitirdim hissəsi də cümləmizin xəbəridir. Siz artıq burada üzvlənən bir söz istifadə etdiniz deyə, siz bu cümləyə söz cümlə deyil, yarımçıq cümlə deyəcəksiniz. Yadınızda qalsın. Daha sonra söz cümlədə bizdə xitab da işlənə bilər. Çünki bilirik ki, xitab da sizdə nədir? Üzvlənməyəndir. Siz onu da sintaktik təhlil etmirsiniz. Dərslərini bitirdimmi? Və yaxud da deyirəm ki, o günləri xatırlayırsanmı? Deyirəm ki, tamam. Əlbəttə. Ana. Gördünüz ki, buradakı ana sözü də xitabdır. Əlbəttə modal sözdür. Bu tipli cümlələr də sizdə üzvlənməyən cümlə hesab olunacaq. Yadınızda qalsın. Amma yuxarıda qeyd edib əlbəttə bitirdim hissəsi sizdə. Bitirdim cümlənin xəbəri olduğuna görə
Əlbəttə də modal sözdür. Yəni bu yarımçıq cümlə hesab olunur. Çünki siz bu cümlənin bir hissəsini sintaktik təhlil etmirsiniz. Bir hissəsini isə nə edirsiniz? Sintaktik təhlil etmiş olursunuz. Ona görə də siz bu cümlələrə sırf söz cümlə deyil, yarımçıq cümlə demiş olacaqsınız.